Xanımlar, bu mənim keçən il qoyduğum alma sirkəsidir. Bunu sizə göstərmək istəyirəm. Bunu bura qoyandan sonra üstünə sirkənin öz suyundan tökürəm. Ağzına da bir təmiz qapaq qoyuram. Görürsünüz, rəngi də çox gözəl çıxır. Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük kanalımızda. Bu videoda mən sirkənin süzülməsini göstərmək istəyirəm sizə, xanımlar. Əvvəlki videolarımızda sirkənin hazırlama qaydasını göstərmişdim. Sadəcə süzməyim qalmışdı sirkəmizi. Artıq vaxtı bitibdi, mən bunları süzürəm. Və əlimlə yaxşı basıram ki, üzərindən suyu süzülsün, sirkəmiz israf olunmasın. Yaxşı, möhkəm sıxıb süzmək lazımdır. Belə bir setkadan istifadə edirəm mən. Əgər sizdə yoxdursa, marladan da istifadə edə bilərsiniz. Təbii ki. Bu gördüyünüz sirkələrin hamısını 2 dəfə təkrar süzürəm. Tam çöküntüsü qalmasın. Sirkəmiz o qədər qəşəng çıxıbdır ki, biraz da qalanda rəngi tündləşəcəkdir və çox gözəl sirkə olacaqdır. Artıq sirkələrimiz hazırdır. Qaranlıq bir yerdə 2-3 ay müddətində saxlayırıq və sonra istifadə etmək olar. Siz də hazırlayın. Öz əlinizlə hazırladığınız sirkənin dadı tam başqa olur.